أعوذ بالله من الشيطان اللعين الرجيم. بسم الله الرحمن الرحيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. قال الحكيم في محكم كتابه الكريم: أعوذ بالله من الشيطان اللعين الرجيم. ولقد كتبنا في الزبور من بعد الذكر أن الأرض يرثها عبادي الصالحون. Sadaqallahul aliyyul azim. Peyğəmbər alı Peyğəmbərə sələvat edir. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, bizi eşidən, səsimizi eşidən hər kəsə. Rəbbimizdən dilək və istəyimiz odur ki, bu mübarək Şaban ayında tutduğumuz orucları, qıldığımız namazları, Rəbbimizə əl açaraq qəlbimizin dərinliyindən dilimizdə ifadə etdiyimiz bütün duaları, hacət və mətləbləri bizdən qəbul eləsin inşallah. Allahdan diləyək, Allah qəlbimizdən kini, küdurəti, şeytənəti, vəsvəsəni kənar eləsin. Bizi daima bir-birimizə, xüsusilə ailələri bir-birinə mehriban eləsin. Şaban ayı bildiyimiz kimi Peyğəmbər Salavatullaha nisbəti verilən aydır. Buyurur, Şaban mənim ayımdır, Ramazan Allahın ayıdır. Hər kəs mənim ayımda bir gün oruc olarsa, qiyamət günü mən ona şəfaət edərəm, onun şəfaətçisi olaram. Odur ki, bacardığımız qədəri bugün Şaban ayının 11-idir, hələ qabaqda bir 18-19 günümüz var. Qəza orucularımız varsa, qəza niyyəti ilə əgər tutmuş olsaq, Allah həm elə bizim üzərimizdən, boynumuzdan qəzanı götürər, həm də qəza olmayıb Şaban ayında tutsaydın, hansı savabı verərdisə, Allah elə o savabı yenə sənə əta edər.